Dostlar, salamlar. Bizi günün hansı vaxtında asılı olmayaraq dinləyənlər üçün hər vaxtınız xeyir olsun deyə bilərik. Patronların və Akartın dəstəyi ilə növbəti bir Söhbətgah dinləyirsiniz və izləyirsiniz. Bu arada Akartın da məhz elə noyabr ayı üçün müxtəlif kəşbək kampaniyaları var ki, orada 5%-dən hətta 10%-ə qədər müxtəlif alış-verişlərinizdə bu kəşbəklərinizi qazana bilərsiniz, əldə edə bilərsiniz. Buna görə də həm də Akarta ayrıca təşəkkür düşür. Akart əldə etmək istəyirsə, sizin hazır sim nömrəniz olmalıdır. Onu App Store və Play Marketdən yükləyirsiniz və heç bir yerə getmədən, heç bir sənədə ehtiyac olmadan özünüzə bir rəqəmsal kart sifariş verirsiniz və bu kartla da alış-verişlərinizi rahatlıqla edə bilərsiniz. Bugünsə qonağımız coach, dağçı, Azərbaycanın ilk Everestə tırmanan qadını Vəfa xanımdır. Xoş gəlmisiniz Vəfa xanım. Vəfa xanım, dünən mən Frankenstein kinosunu izlədim, El Toro'nun. El Toro mənim ən sevdiyim kino, Pan's Labyrinth-in belə deyək, rejissorudur. Frankenstein də möhtəşəm idi. Gecə saat 4-ə qədər niyə Frankenstein öz yaradıcısını axtarırdı? Niyə ona biz ölüm deyirik, amma həm də ölümsüzdür. Bunları düşünürdüm. Arada bir-iki uşaqlıq xatirəm gəldi, o da yuxumu qaçırtdı. Səhər oyanmışıq, kofe içirəm 1 litr və heç nəyə həvəsim yoxdur. Sizin niyə evet? Belə səmimi etiraf. Müqəddəs adam. Vallahi özüm elə hiss etdim yəni. Siz necə olur bəs Everestə gəlib çıxırsınız? Hardan tapırsınız bu həvəsi, bu enerji? Mən də hərdən istəyirəm ki, başıma belə yorğanı çevirim və deyim ki, mən heç nə eləmək istəmirəm, mən heç nə istəmirəm. Amma içəridə bir şey var. İçəridə bir şey var, odludur, alovludur və durmadan qapı desəm döyür, nə bilim, dayanmışamsa dartır. Mən bilmirəm o drive-ın adı nədir, amma dəhşətli dərəcədə bir drive var. Mən bunu hər gün düşünürəm, hər saniyə düşünürəm ki, sən bir sakit dursan, mən də sakit dayanardım. Amma o drive qoymur. Və mən bu haqda çox düşünürəm ki, niyə? Bəlkə mən də hardasa sakit durum, hardasa bir rahat və s. Everestdən bunu əlaqələndirirəm. Amma başa düşürəm ki, hər kəsin özünün bu həyatda təyinatı var. Hər bir yaradılışının özünün təyinatı var və görünür ki, bəzi insanlar sadəcə sakit durmalıdır, bəziləri sadəcə həvəssiz olmalıdır, bəziləri isə həmin o səsə qulaq asmalıdırlar və iş görməlidirlər. Düşünürəm ki, həyatda yəni hər şey riyazi dəqiqliklə dir və ona görə bu sualı verməkdənsə elə onu dinləyib ona görə hərəkət etmək mənə görə daha uyğundur. Ona görə belə. Burada sizinlə dəvət etməmişdən öncə Əli ilə bir münasibət adlı bir buraxılışımızda məhz dağa dırmanmaq və qaçmaq arasında bir paralel aparırdıq. Bir fikir mübadiləsi edirdik. Tutaq ki, mən bunu qaçdığım zaman hiss etmişəm ki, mən birdən-birə niyə qaçmağa başladım? Mən yəqin ki, nədənsə qaçmağa başladım. Dağa dırmanmaqla bağlı yenə də beynimdə bir şey fırlanırdı. Bundan bağlı açıqda danışmışdım ki, yəni nə vaxtsa qalxmaq istəyərəm. Amma biz bu fikir mübadiləsində bir şeyə gəldik ki, dağa dırmanmaq da nədənsə qaçmaqdır. Yəni dağa niyə dırmansın bir insan? Yəni niyə durduğun yer oturmusan şəhər. Gedim dağa qalxım gəlirəm. Yəni heç kim bunu birdən-birə olmur da. Bəlkə biz daxilimizdə, yəni qaçanlar, dağa dırmananlar, kempinqə gedənlər, gecə meşədə tək qalmaq istəyənlər, yalnız motosikletlə səyahət etmək istəyənlər, avtomobillə dünya səyahətinə getmək istəyənlər, yəni ən qədər bu cür belə bir özünə bir çağırış qoyan, insan özünə bir çağırış qoyur və o çağırışın arxasınca gedənlər əslində reallıqda bəlkə biz daxilimizdə nədənsə qaçır. O nədənsənin adı yoxdur da, nəslənin adı yoxdur. Biz ona adı verə bilmirik. Bəlkə də orada nədənsə qaçırsınız elə ora. Olsun. Ola bilər nədənsə qaçıram, ola bilər.
ola bilər ki, mən o sualın cavabını elə getdiyim dağlarda tapacağam, tapmaqdayam və yaxud da ki, tapmışam, onu icra etməkdəyim, heç belə xəbərim yoxdur. O da ola bilər. Və ola bilər ki, hələ də biraz da yol getməliyəm, biraz da dağlar aşmalıyam, çox obalar dolaşmalıyam ki, onu anlayım. Ola bilər, amma bu mənim belə deyim də, hər kəs bunda bir məna axtarır ki, bu görəsən nədən qaçışdı, bu hansı travmalardır, bu görəsən nədir və s. Mən deyirəm ki, əgər bunu belə axtarıb tapmaq lazım olsa, axtarıb tapacağıq, amma görünür ki, mən bunun axtarışında deyiləm. Mənim axtarışda olduğum budur ki, mən getdiyim dağlar, çıxdığım zirvələr və oradan dönəndən sonra Vəfa kimdir və Vəfa o zirvədən yerə nə gətirir, insanlara nə gətirir. Bax, mənim axtardığım odur. Ona görə məni o sual tətikləmir ki, mən nədən qaçıram, niyə qaçıram. Yəni, o sual məni narahat eləsəydi, çox güman ki, mən onun üzərində duracaqdım. Amma mən görürəm ki, bu mənim özümlə əlaqəli bir şey deyil. Sanki bu dünyaya bir şeylər verməliyəm. Sanki bu dünyaya bir şeylər etməliyəm. Bu mənim bir tərəfim müəllimlik, təlimçi və koçluğumla əlaqəlidir. Amma onu doldurmaq üçün sanki kitablar yetmir. Sanki ensiklopediyalar yetmir. Sanki ChatGPT yetmir. Google searchlər yetmir. Bunun təbii bir cavabı var. Və təbii cavabı da təbiətdədir. Bunu sizdən də eşidərəm hansısa bir yorumunu, ustadlardan da eşidərəm, amma hələ deyilməyən, hələ anlaşılmayan, bəlkə də elə nəsnələr var ki, onu mən yəqin ki, ustad olaraq dağı seçmişəm. Çünki insanlarla görüşürəm, gedirəm, dinləyirəm, anlayıram və s. Amma son yenə də qaçış nöqtəm dağdır. Məsələn, mən keçən həftə Zəfər günü ilə əlaqəli hər şeyimi atdım. Zəfər də bir gözəl bəhanələrimizdən biri mənim üçün. Dağlara getdim 4 gün, nə internet oldu, nə telefon oldu və hər gün zirvə yürüyüşü edirəm, dincəlirəm və s. Bakıya qayıtmaqdayam, maşını gözləyirik ki, gəlib bizi aparsın. Uzanmışam, dağlara baxıram ki, necə gözəldir. Sakit dayanıb, sənə heç nə demir, heç bir göstəriş eləmir, heç bir mühakiməsi yoxdur, əzəməti ilə dayanıb və elə bir sükutla dayanıb ki, sən o sükutda eşitməli olduğun və hər şeyi eşidə bilərsən. Yəni, biraz da çox qala bilsən o sükutda, biraz da çox dayana bilsən, yəni heç kəsin və heç nəyin verə bilməyəcəyi mesajı oradan ala bilərsən. Amma insanıq, orada çox qala bilmirik, o sükutda çox dayana bilmirik. Çünki insanıq, yaradılışımız insandır. Biz, yəni, mən özümü belə bir müqəddəs, ruh falan filan demirəm. Yəni, insan olduğum üçün ora qədər qala bilirəm. Sükut sizi narahat eləmir? Narahat eləmir. Əksinə, sükutda çox qala bilmək şansını axtarıram deyim və yaxud da ki, beynimin bir tərəfi orada çox belə deyək, mutludur, xoşbəxtdir, axtarır, amma digər bir tərəfi də hesablayır. İndi maşın gələcək, mən evə gedəcəm, övladlarım məni gözləyir, falan işlərim var və s. Görürsünüz, bu tərəfi yenə də söndürmək bir o qədər də asan deyil. Yəni, enində sonunda insanam da mən də. Sümükdən. Necə oldu, məsələn, Everestə getməyə qərar verdiniz? Çünki Everestə getmək bəlli bir büdcə, bəlli bir iradə və bir qərar qəbul edir də. Bu, nə bilim, bizim bu zirvələr deyil də. Elə də kiçiltdin ki, biz yox. Bizim zirvələr ən azından mənim bir ətrafımda bir heç olmasa 20 nəfər sayaram ki, gediblər bizim zirvələr. Everest biraz başqa urvindir də, başqa bir məsələ. Buradan nə qədər elə yolda məndəydə. Ona necə qərar verdiniz? Bax, dediyim kimi, bəzi şeylər var ki, bax, qərar verirsiniz. Məsələn, bayaqları gəldiniz, qərar verirsiniz ki, siz kofe içəcəksiniz, düzdür? Yəni, bunu qərar vermişsiniz. Amma elə şeylər var ki, qərar vermirsiniz də. Məsələn üçün, qərar vermişsiniz ki, sizin neçə övladınız var, bilmirəm, qızdır, oğlandır. Bir qızım var. Aha, Allah saxlasın. Məsələn, qərar vermişsiniz ki, oğlan olacaq, ya qız olacaq. Qərar vermişsiniz. Həyat bunu sizə verir sadəcə olaraq. Və yaxud da ki, siz qərar vermişsiniz, Bakı şəhərində yaşayacaqsınız, yəni burada yaşayacaqsınız. Yox. Atamın vizyonsuzluğu. Aha, yəni yəni sadəcə olaraq, yəni siz Brükseldən Bakıya gəlməlisiniz. O dünyada da, bu dünyada da. Yəni bəzi şeylər qərar verilmir. Məsələn, Everest mən düşünmürəm ki, mənim şəxsi qərarımdır. Mən bundan əminəm ki, bu mənim şəxsi qərarım deyil. Ona görə ki, məni tanıyanlar indi məni Everestlə əlaqələndirirlər. Hətta Everestdən sonra dünyanın 4-cü hündür zirvəsini edən Lhotsu edən Vəfa, Azərbaycan qadını. Bu necə oldu? Axı buna çox idmançılar buna heç cəhd eləmir. Heç kəs özünü belə riskə atmır. Və kənardan belə görsənə bilər ki, Vəfa neynədir? Vəfa yəqin ki, çox güclüdür, falandır, filandır. Da,
Vəfa eyni zamanda çox ehtiyatlıdır, ölçəndir, biçəndir, riskə getməyi sevən deyil əslində. Vəfa yəni o Everest onun üçün belə olmayıbdı, gedəcəm mən, hamıya göstərəcəm, mən görsünlər falan. Belə bir şey olmayıbdı. Amma Everest məni boş buraxmadı. Everest məni sakit qoymadı. Fikrimi çatdıra bildim. Mən Azərbaycan dağlarına gedəndə məni izləyən dağçılar da bilir, məni dağçı bələdçim də bilir ki, mən birinci zirvəyə getdim. Bütün zirvələri bitirəndən sonra mən dedim ki, bitdi də, yəni insan bir zirvəyə niyə 5 dəfə qalxsın ki? Sonra bütün zirvələri Azərbaycanda bitirəndən sonra başa düşdüm ki, bəs indi neyniyim yaxşı? Axı mən dağlara getmək istəyirəm, axı mənim ünsiyyətim bitməyib, mənim dialoqum bitməyib bu insanla, bu yaradılışla. İkinci dəfə getməyə başladım, sonra başqa marşrutla getməyə başladım, sonra texniki marşrutlarına getməyə başladım. İndi bilmirəm artıq neçə dəfə getmişəm o dağlara. Və bu sualın cavabı, yəni Everest mənim belə deyim də, üfüqdə görünəndə fikirləşdim ki, bu indi dağdır da fikirləşirəm, amma yəni mən ora niyə gedim ki? Getmişəm də Azərbaycan dağlarına, bilirəm də dağ necə olan şeydir. Sonra 5000-lik, 6000-lik, 7000-lik zirvə və yolda görürəm ki, Everest çıxır qarşıma. Sual verirlər, Everestdən danışıram. Kim gedəcək? Everestdə Vəfa gedəcək. Everest və mən gördüm ki, bundan mənə qaçış yoxdur. Sadəcə olaraq qaçış yoxdur. Mənim həyatımda belə anlar, çox belə deyim də, açar anlar olubdu. Mən demişəm ki, bunun əleyhinə gedəcəm. Bu olmayacaq. Çünki həyat mənim qərarımdır. 8 il sonra da, 9 il sonra da həyata deyib ki, bilirsən nə var? Bəzi şeylər sən qərar verirsən, tamam, respekt, amma bəzi şeylər də artıq sənin alın yazındır. Everest mənim qədərimdir. İndi mənə maraqlı olan budur ki, tamam da bu mənim qədərimdir. Mən getdim ora, mən bunu gördüm. İndi həyat bu qədəri mənə niyə verib və mən bu Everesti nə etməliyəm və görürəm ki, Everestdən qayıdandan sonra dostlarım mənə dedi ki, Vəfa sən elə bilirsən ki, getdin Everest elədin, insanlar səni alqışladılar və bir ömür boyu belə davam eləyəcəksən. 3 günə, 5 günə Everest söhbətdə bağlanacaq, sənin də söhbətin bağlanacaq. Yəni unudulacaqsan, çünki həyatda hər şey sürətlə baş verir. Dedim, tamam da, yəni mənim belə başqa bir iddiam da yoxdur. Mən də sənin kimi prosesi izləyirəm və mənim də maraqlıdır ki, bu nə olacaq. Amma günün bu günə qədər mayın belə deyim də 21-dən Bakıdayam, Azərbaycandayam və durmadan məktəblərə gedirəm, nə bilim universitetlərə gedirəm, görüşlər olur, xanımlarla görüşürəm, dağçılarla görüşürəm, danışıram, yazıram, pozuram və s. Və düşünürəm ki, bu bir sudur, cəryandır, axır və mən o axınla gedirəm. Amma bunun axırı necə olacaq? Bu mənim özüm üçün də çox maraqlıdır. Bəs sizə elə gəlmir ki, bu elə qaçmağı da, dağa dırmanmağı da, məsələn, elə adam var ki, özü üçün bütün qitələrin ən hündür zirvələrinə dırmanmağı bir çağırış qoyur və gedir, bunu edir. Bütün bunların hamısını insan sadəcə romantikləşdirib. Necə ki, Everest oranın sakinləri üçün müqəddəsdir, əlçatmaz görünür, bir ölüm dağıdır, bir mistikadır, bir tanrınındır. Qədim türklər də bir dağlarda bir tanrının olduğuna və onları idarə etdiyinə, əzəmətinə görə, çünki əlçatmazdır və sən onu ram edə bilmirsən. Yekunda o zirvəyə çıxsan belə yenə ram edə bilmirsən də. Sadəcə insan onu əvvəl dinə çevirirdisə, indi də romantikləşdirib. Sadəcə dağdır, biz o dağa gedirik, fiziki qabiliyyətlərimizi və koqnitiv funksiyalarımızı möhkəmləndiririk və geri qayıdırıq. Bu romantikləşdirmə deyil, sadəcə bunu belə bəziyirik və deyirik ki... Ola bilər, hər şey ola bilər. Baxın, dediyimiz hər şey ola bilər. Qaçış dediniz, o da ola bilər. Romantikləşdirmək deyirsiniz, o da ola bilər. Nə bilim, özünü sübut deyirlər, təsdiq deyirlər, o da bilər. Nə bilim, qadınam, eləyə bilərəm, o da ola bilər. Bunun içində hər şey ola bilər. Və bunları, belə deyim də, qəbul etmək və ya da təksib eləmək kimi bir şeyim yoxdur, yəni. Bunun içində bütün elementlər ola bilər. Bəlkə də hər elementdən də biraz nələrsə var. Hətta adını çəkmədiyimiz elementlər də var. Fikrimi çatdıra bilirəm. Okey də, bəs mən nə edim? Biraz Lukashenko'nun məşhur müsahibəsinə oxşadı. Dedilər ki, bəs siz bu qədər Belarusiyan prezidenti olmuşsunuz da, bəs getmək lazımdır. Dedi ki, bilirsiniz, mən prezidentlikdən başqa işinə bacarmıram. Mən getsəm bilməyəcəm nə ilə məşğul olum. Qəşəng söz. Yəni belə. Mən də prezident ola bilərəm. Ona görə, məsələn, mənim dağçıların arasında da bir məşhur dağçı sözü var. Deyir, dağa niyə gedirsiniz? Türk nə bilim, orada da gedirəm də. İndi bəzi şeylərin, bax belə, sizin dediyiniz kimi özüm üçün də analiz eləmişəm, axtarmağa çalışmışam. Sonra
fikirləşmişəm ki, bu mənə nə lazımdır ki, tutam ki, axtardım, tapdım ki, bəli, mən bura özümü təsdiq eləməyə gedirəm. Hə, tamam da tapdım. Hə, getdim təsdiq eləməyə. Biz keçən dəfə mən sizə yazanda demək olar ki, bir verilişin ortasından yazdım. Biz Turalla bir podkast çəkirdik və mövzumuzun bir yerində bunu danışırdıq ki, Everestə gedəndə qrupdan bəlli bir adam zəif düşəndə onu orada bir formada qoyub gedirik biz. Və 10 nəfər getdiyimiz qrupdan 6 nəfər qayıda bilir. Halbuki bir türk, mən də dağ məsələləri bilmirəm deyə əsas indi bu türk xəbərlərdən görmüşdük də. Bir türk idi, səhv etmirəmsə. Sonra bizdə Azərbaycanda bir nəfər o yaralı adamı gətirmişdi və s. Getdiyiniz qrupda indi dağçılıq bir həm də yardımlaşma və s. Everestə çıxılan qruplarda bir nəfər yaralananda onu orada qoyub getmək nə qədər insanidir. Nə qədər insanidir deyəndə vəziyyət bəzən adamı elə vəziyyətə salır ki, orada artıq insani, qeyri-insani məsələ bağlanır. Çünki bilmirəm siz indi nə dərəcədə həyatınızda təcrübə eləmisiniz, elə situasiya düşmüsünüz ya yox, bilmirəm. Amma həmin anda o daxildən belə bir qapı açılır survivingdə, yəni sən sağ qalmalısan, sən nə etməlisən, sağ qalmalısan. Və orada baş verən də budur. Mən indi öz qadın adıma düşünürəm də, yəni özünün fiziki nələrini hesablayırsan, əlində olan gücü hesablayırsan ki, ümumiyyətlə mən bunu bacararam, mən buna kömək eləyə bilərəm. Məsələn üçün mənim zirvə çıxışımda bir nəfər məndən irəlidə idi, 4-cü kampa ölüm zonasına çatmaq ərəfəsində idi. Orada artıq oksigen azlığı, nə bilim, tükənir insan və s. O karabini irişdirməyi unudubdur. Karabin də dəmirdir, kəndirə bağlanır və səni sığortalayır. Bütün yol boyu biz jumar və karabində oluruq, sığortalı şəkildə gedirik. Nəyisə unutmuşdu və yüksək külək hündürlükdən onu atdı, o getdi, öldü, misal üçün. Yəni ona kim kömək eləyə bilər ki? O elə bir yerə düşürdü ki, heç ona helikopter də gəlsə kömək eləyəsi deyil. Və orada ölüm hadisələri elə olur ki, sən orada sadəcə olaraq yardım edə bilmirsən. Mənim Ukrayna komandası ilə getmişdim. Yoldaşlardan biri Everest zirvəsinə elədi, düşdü. Çox da gözəl idmançıdır. Yəni məndən də təcrübəlidir və s. Ölüm zonasında yenə də biz çadıra girdik, hazırlaşırdıq aşağı enməyə. Mən onu çevrilib baxanda mən gördüm ki, onun rəngi ağbəniz adamı idi, qıpqırmızıdır, əsir və dili söz tutmur. Mən fikirləşdim ki, zirvədən gəlmişik, özünü yaxşı hiss eləmir, çay verdim, su verdim. Mən gördüm ki, yox, bu nəsə mənim heç həyatımda görmədiyim bir proses baş verir. Məsələn, mən onda bələdçiyə dedim ki, o adama nəsə olur və onu sürətlə aşağı indirdilər ki, daha çox oksigen olan yerə. Daha sonra da helikopter gəldi, birbaşa onu Nepal apardı. Katmanduya apardı. Fikrimi çatdıra bilirəm. Yəni bu anda bizim kömək eləyəcəyimizin orada qədəri var da. Yəni nəyə kömək eləyə bilirsən, nəyə kömək eləyə bilmirsən. Və sən görəndə ki, bu adam ölür, sənin də ona kömək eləməyin ikinci bir ölümdür. Təbii sən bundan vazgeçirsən. Sən hesablayırsan. Məsələn, biri dənizdə boğulur. Mən əgər bilirəm ki, mən gedib onu oradan qurtara bilməyəcəm. Yəni mənim üzümə belə deyim də bacarıqlarım o dərinliyə qədər deyil. Mən hara üzümü atıram? Uzaqbaşı kömək çağıra bilərəm, rasiya ilə. Uzaqbaşı nə bilim xəbər verə bilərəm ki, sığortadan helikopter gəlsin və s. Yəni gücün hara qədər çatır, ora qədər. Ondan o telefonsuz da sən başa düşürsən ki, bu mümkün olan bir şeydir. Nə edəcəksən? Onda belə çıxır ki, yuxarıda etika sərhədləri bitir. Bəli, orada ancaq sağ qalma məsələsidir. Sağ qalma. Biz bunu niyə eləyirik? İnsan həyatı daha önəmli deyil. Elə insan həyatı sənin öz həyatında axı. Yəni geri qayıda bilərik də. Bu ölür, bunu götürür dala qaytarırıq da. Biz qayıdırıq dala. Ona gücün çatmayacaq. Çünki Everestin yolu ikinci bir nəfəri daşımaq üçün deyil. Bunu hətta Everestdə hər hansı bir cəsədi geri qaytarmaq niyə gətirmirlər? Cəsədlər qalır orada. Niyə görə? Onun üçün 5 nəfər göndərirlər. Məncə çox marketinq şeydir. Marketinq ola bilər, amma bilirsiniz oranın yolu bizim bildiyimiz adi düz yol deyil ki, getdim, vurdum qoltuğuma adamı gətirirdim. Sən ən azı oradan bir kumbu buzlağını keçməlisən. Çatlardan ibarətdir, nərdivanlardan ibarətdir. Düşünün hələ bir nəfər də özündən o boyda çatları 8-9 saatlıq bir məsafəni. 4-cü ölüm zonasından 3-ə enməlisən, 3-dən 2-yə enməlisən. O elə bir yoldur ki, bura fiziki sən güclü olmalısan ki, birini daşıyıb gətirə biləsən. Yaxı bu real deyil.
Burada yəni insani məsələ bağlanır da. Bu real deyil. Biri də var ki, hə yolun ortasında asfaltda qoyumsan ki, ölürsən öl də. Yəni bunlar çox ciddi fərqdir. Marketinq də ola bilər. Hə, o da. Marketinq də var. Dediyin, mən beynimi daha çox qurdalayan, mən bu qədər ödəniş ödəmişəm, çox bahalıdır da indiyə verir. Mən bu qədər ödəniş ödəmişəm, bu qədər əziyyət çəkmişəm, zaman və sair zaman tapmışam ora getməyə. Bir nəfərə görə niyə geri qayıdım, kapitalist sorğusu bu səbəb olsa, mənim üçün biraz o dağların sanki o Everestin ölüm məsələsində məndə o dağların məhrəmliyini ya da onun o ilahi gözəlliyini bir formada sanki çəkir özünə, əgər düşüncə şey odursa. Amma sənin dediyin məsələ çox daha fəlsəfi olaraq yaxındır. Məsələn, fəlsəfədə vicdan olaraq məsafə duyğusunu vicdana təsir etdiyi deyilir də. Vicdan məsafə ilə alış-verişi bol olan bir şeydir. Yəqin ki, etikanın da bəlli bir yüksəklikdən sonra yox, mənim dediyim budur ki, mənim indi bu Everest yolculuğumda gördüyümdə, yəni orada belə bir hadisə baş vermiş ki, Tural bəy, bu ölür. Sən də bunun üstündən keçib gedirsən. Belə bir şey yoxdur. O bir anda ya tükəndi, öldü, yəni öldü də bu artıq meyitdir. Ya düşdü, meyitdir də, yəni öldü. Yəni öldü, həqiqətən. Bəs Yasin, Fatihə. Hə, onun duasını edərsən. Yəni mən edərəm. Və yaxud da ki, biri külək apardı, düşdü, getdi. Yəni öldü, o da getdi. Bu belə bəlkə ölmüyük. Yəni şansı var. Yəni onu görmürük axı, onun düşdüyü yeri görmürük biz. Bu belə deyil ki. Yəni Everestdə belə bir hadisə baş vermir ki, biri deyir ki, Tural, mənə kömək eləsən desən, yox, bu qədər pul vermişəm, mən zirvəyə gedirəm, qardaş mənə baxdı. Belə bir şey olmur. Amma belə bir şey olanda təbii ki, insan yəni əl tutur, zəng eləyir, yəni bacardığı qədər. Belə bir şey olmur ki, biri orada sənə deyir help, kömək eləsən desən, yox qardaş mənim işim gücüm var, mən gedəsiyəm zirvə eləyəsən. Belə bir şey olmur. Amma sizə bir şey də deyim ki, Bakı şəhərində mən dəfələrlə bunun şahidi olmuşam ki, bir qadın, bir kişi deyək ki, şiddətə məruz qalır kişi tərəfindən, döyülür. Bir adam yaxınlaşıb ona, hələ yer kürəsində də belə dəniz səviyyəsində, bir adam ona kömək edir, deyir ki, nəyimə lazımdır? Kişi də özü bilər. Bıçaqdır, birdən mənə dəyər. Polisə zəng eləyim, niyə zəng eləyim? Başıma iş axtarıram və bizim gözümüzün qabağında o baş verir, mənim gözümün qabağında baş verdi. Neçə dəfə olubdu ki, belə deyim də şeylərə qatılmışam, özümü atmışam, düzdür. Biri də mənə dəyibdi, heç də yaxşı olmayıbdı. Evdən də mənə tənbih eləyiblər ki, bu doğru addım deyil falan. Deyirəm, necə yəni mənim gözümün qabağında biri birinə şiddət göstərir. Bəs o ölür axı, bəs onun köməyə ehtiyacı var axı. Mən bunu dəfələrlə belə deyim də bu şəhərdə təcrübə eləmişəm və evdən də qınanılmışam, evdəkilər deyib düzgün hərəkət eləməmisən və s. Və biz, siz deyirsiniz Everest, nə Everest? Biz burada buna otururuq belə kino, film kimi baxırıq, heç telefona belə zəng eləmirik ki, başımız dərdə düşər. Siz Everesti, yəni heç bununla müqayisə olunacaq misal deyil, yəni mənim gözümdə. Bəs niyə biz burada reaksiya vermirik? Burada niyə reaksiya vermirik? Qorxu. Başıma iş açaram, bu mənim nəyimə lazımdır. Mənim kimi reaksiya verənlər də sonra təzədən yenə də başına oyun gəlir, yenə də zəng eləyirlər, çağırırlar, xanım necə oldu, xanım necə gördünüz, 5 dəfə çağırırlar, 15 dəfə çağırırlar, sən də deyirsən ki, kaşki görməz olaydı, kaşki ora gəlməz olaydım, amma o dediyiniz o qəlbdə olan o vicdandır, o nədirsə, artıq səni tətiklir və özündən asılı olmur. Bir də görürsən ki, keçimsən qabağına, ki, ay kişi eləmə, vurma, döymə, otur, danış və s. Yəni belə, bu belə. Bu coachinglərlə bağlı indi mən sizə görürəm də Instagramda təlimlər və s. Siz həm uşaqlar, həm də böyüklər üçün cavabınız maraqlı idi. Bu coachinglə indi məşğul olanda yeni generation Azərbaycanda, yəni biz özümüz də yeni generation orta yaşlıyıq da. Mən atamın mənim yaşlarımdakı şəkillərinə baxıram, yekə kişidir. Mən güllü köynək geyinmişəm. Hədə o 36 yaşında çox kişidir. Hədə çox kişidir. Bu şeylərə baxanda fərq nə, yəni nəyi görürsüz problemlər ya da ümid görürsüzmü ya da bu problemlər var, bunlar çətin deyə düzələr. Məsələn dediyiniz vicdani məsələ, struktur elə qurulub ki, vicdanlı olmağın özü bəlli bir zamana və pula, bir qorxuya ya da duyğuya başa gəlir. Vicdanın da sərhədləri var. Okay. Vicdanda sərhədləri var. Nə görürəm? Mən birinci başa düşürəm ki, onlar artıq
biz deyilik. Bizim gözlədiyimiz deyil. Mən bunu artıq başa düşürəm, anlayıram. Və yeniyetmələrlə koçluq sessiyalarında görürəm ki, onlar susqundular. Onlar heç nə istəmirlər. Onların amalı yoxdur. Onların belə bir hədəfi yoxdur. Varsa da bizim kimi romantikləşdirmirlər. Özlərini ondan ötəri öldürmürlər. Yəni yaxşıdır, pisdir, olar, olmaz. Bunun üçün niyə bunu eləmək lazımdır və s. Duyğu kasadlığı var, duyğu kasıblığı var. Ən çox müşahidə elədiyim budur və nəyə görə hədəf qoyum? Nəyə görə bunlar lazımdır? Niyə görə mən bu qədər mübarizə aparmalıyam? Niyə görə ümumiyyətlə mənim nəyimsə olmalıdır? Və koçluğa gələn heç bir yeniyetmədən əgər danışırıqsa da, aşağı yaş qrupundan, onlar özləri öz şəxsi istəklərindən gəlmirlər, valideynin yönləndirməsi ilə gəlirlər və çox da uzun davam eləmir. Ancaq o zaman davam eləyir ki, mövzu o ananın, atanın qoyduğu mövzu deyil də özünün qoyduğu mövzudur. Uşağın özü üçün maraqlıdır və sənin suallarında özünü kəşf etmə yolunda olduqca özünə maraqlı gəldiyi üçün proses gedir. Yeniyetmələrdə məsələ budur. Böyüklərdə isə, yəni yuxarı yaş qruplarında isə daha çox koçluğa müraciət edən insanlar yaradıcı insanlardır. Bu dünyada nə üçün gəlib, nə etməlidir axtarışında olan insanlardır və öz potensialını daha dərinə enməyi istəyən insanlardır. Belə insanlar yoxdur ki, mən gəlmişəm iş qurmaq istəyirəm və ya da gəlmişəm falan şey falan eləmək istəyirəm. Sən evdə falan problem var. Bununla koçluğa ümumiyyətlə müraciət olunmur. Yəni mənim təcrübəmdə belə olmayıbdı. Ancaq öz potensialını daha da açmaq, daha da irəli getmək, mən bura gəlmişəm, bundan sonra daha nə edə bilərəm, əslində mən daha nəyi bacararam və s. Bax, belə mövzularda gəlirlər. Ona görə koçluq çox yaxşı mövzudur mənim özüm üçün də. Çünki mən özüm də xoşlamıram məsləhət verməyə, yol göstərməyə, bunu belə etmə, belə et deməyə heç sevən adam deyiləm və koçluq da tam mənə görə bir şeydir ki, sən orada durmağı bacarırsan və sən öz duruşunla, verdiyin suallarla o mühiti elə yaradırsan ki, insan öz rahatlığını tapa bilsin. Bilirsiniz, indi rahatlıq tapmaq çox çətindir. Evdə də rahatlıq tapa bilmirsən, kofe içirsən, orada da rahatlıq tapa bilmirsən, dostlarının yanında da rahatlıq tapa bilmirsən. Hər sözünü, kəlməni ölçürsən, biçirsən, bunu burada deyəcəm, belə olacaq, belə hərəkət eləyəcəm, belə ölçüləcək. Nəhayətində bir yer tapırsan ki, və o koç, səriştəli koç sənə belə bir mühit yaradır ki, sən orada artıq heç kəsi və heç nəyi görmürsən, hətta heç koçun özünü də görmürsən, özünlə baş-başa qalırsan və bu mühiti yaratmaq üçün də əslində koç və belə müraciət edənlər də elə də çox insanlar deyirlər yəni və ora gələn insanlar da xüsusi insanlardır ki, hansı ki, nəhayətində başa düşürlər ki, mənə belə bir mühit lazımdır, mənə belə bir insan lazımdır ki, hansı ki, güzgünü doğrudan elə tutsun ki, mən orada əsl özümü görə bilim. Bu narahatlığın səbəbini nədə görürsüz? Uşaqları təxminən başa düşmək olar da. Biz uşaqları Avropaya oxşamayan, bir çox dəyərləri oxşamayan bir ölkədə, bir şəhərdə böyüdürük. Yazıq uşaqlar yaşıllıq görmür, bir şey görmür və günün sonunda da onlar qərb dəyərləri ilə yoğrulmuş sosial mediadan bu həyata hazırlaşırlar. Bəs böyüklərin bu səbəbi nədir? Böyüklər niyə puldurmu? Bu qədər məsələn pul mərkəzə gəlib ki, artıq böyüklər rahatlıq tapa bilmir dostlarının yanında ya da başqa yerlərdə, yaradıcılıqlarında. Mənə görə bu sualın cavabı budur. Hər şey küydür, səsdir. O qədər səsdir ki, o qədər səs küyün içindəyikdir. Biz sadəcə olaraq o sakitliyi və rahatlığı tapa bilmirik də. Yəni bilirsiniz, bax bir məclisə gedirsiniz toyda. Məsələn, toyda niyə yeməkdən zövq ala bilmirsiniz? Nə oynamaq kimi oynaya bilirik, nə yemək kimi yeyə bilirik, nə dostumuzdan söhbət eləyə bilirik. Niyə? Küydür. Musiqi olsa da bari qulaq assaq. Gözəl musiqi olar. Qulaq asarsan bir ruhun dincələr. Nə musiqidir, nə danışdığın danışandır, nə yemək yeməkdir. Və bunların hamısı günlərin bir günü doğrudan da çox ağırlıq eləyir. Çox yorulur insan. Və bütün bu köyün içində nəhayətində onu tapmaq istəyir. O nədirsə, biri sakitlik tapmaq istəyir, biri nə bilim təyinatını tapmaq istəyir, biri nə bilim nəyisə tapmaq istəyir də. Bir insan o nəyi tapmaq istəyir. Və onun da əsasında, məqamında mən özümə görə görürəm və dinlədiyim qədər də belə başa düşürəm ki, sadəcə olaraq insan bütün səsləri sakitləşdirib fərqinə varmaq istəyir ki, tamam da gəlmişəm, mənim 30-undayam, 40-ımdayam, 50-imdəyəm. Mən nə üçün buradayam?
İndi mən bu həyatda neynəməliyəm? Mən bu həyata gəlmişəm. İndi getmək ərəfəsində olanda insan daha çox həyəcan keçirməyə başlayır. Çünki artıq qum saatı çevrilibdi və sən görürsən ki, artıq bunun geri dönüşü yoxdur. Getmək üzrəsən, yəni sənin elə bir çox zamanın yoxdur. Və orada müraciət edən insanlarda görürsən ki, artıq belə bir narahatlıq başlayıb ki, zaman azalır. Mən isə sanki hələ özümü reallaşdırmamışam, hələ tam özümü tapmamışam. Və bunun kökündə də dayanan mənə görə küydür, səs, işıq, hər şeyin çoxluğudur, həddindən artıq çoxluğudur. Biz elə yaxınlarda söhbət eləyirik, dostumla söhbət eləyirəm, danışıram. Özüm də yaxınlarda bir konfransa hazırlaşıram ki, yəni bir həftəyə nə qədər konfrans var, nə qədər forum var, nə qədər podkast var, nə qədər nə var. Yəni acaba bunlar bu qədəmi lazımdır? Bunlar olmadan da biz necə idik? Başa düşürsüz və bunların hamısı o qədər çirklilik yaradır ki, biz indi şeydən danışırıq da. Bir də söhbətgahları var idi, dinləyirdilər. Söhbətgahı dinləyən hamı podkast yaratdı. Yəni və xətirlərinə dəyməsin. Necə ki Bakı şəhərində bu tüstünün içində biz boğuluruq, indi də bu səs-küyün içində boğuluruq. Açırıq buradan, heç artıq bizim səbrimiz də çatmır ki, Turalın sonuncu cümləsinin axırı nə olacaq? Bu necə olar? Oradan ora qaçırıq, buradan bura qoşuq. Bu bundan yaxşı danışır, bu bundan yaxşı fikir deyər. 2 saniyə bunu, 3 saniyə və finişə gəlib çatmadan başlayırıq tövşüməyə. Nəfəs ala bilmirik ki, ilahi, bu nədir? Yəni mən nəyin içindəyəm? Ona görə və mən də biraz ürək dirək verdim dostuma ki, yəqin ki, bu da bir böhrandır da, biraz bum olacaq və ondan sonra artıq biz biləcək ki, bilirsən nə var? Mən elə bundan sonra ancaq söhbətgaha qulaq asıram. Bitmişdi mənim üçün digərləri. Mən bundan sonra ancaq bu insanla dostluq eləyəcəm. Yəni 10 nəfərin artıq mənim üçün bir dəyi yoxdur. Yəni bir seçim edəndən sonra insana bir rahatlıq gələ bilər. Ona görə biz biraz indi hər şeyin belə bir böhran halındayıq, hər şeyin bir çoxluğundayıq. Ona görə bu durumlar oradan, həm də oradan qaynaqlanır deyə düşünürəm. Mənə görə ikinci dost artıq indiki zamanda daha çox belə də, yəni limiti doldurmuş kimi olursan da, insanın yalnız bir, mənə görə belə, ya tək olursan, ya da bir nəfər dostun olur ki, sən ondan fikir mübadiləsi aparırsan və ya fərqli bucaqlardan məsələlərə baxırsan və nəsə öyrənirsən. Digərlərsə tanışlar, yoldaşlar, yaxşı zaman keçirdiyin insanlar və s. Rumka yoldaşlar. Hə, yəni ki, mən də içən olmadığıma görə məsələn, mənim üçün əvvəllər bəlkə də səssizlik məni təşvişə salardısa, indi mənim üçün səssizlik əslində çox yaxşıdır. Yəni səssiz olanda, tək olanda daha çox produktiv oluram, daha ümumdaxili məhsulum daha çox artmış olur. Çünki həqiqətən də küy var, səsçikliyi var, görüntüçikliyi var, aqressiv mühitdə yaşayırıq, şəhərimiz aqressivdir. Nə qədər də sizdən öncə bizim qonağımız olan Aynur xanım desə ki, şəhərimizin mərkəzi hissəsi bəzəklidir, amma suyumu səndən bölüşürəm. Çox sağ ol. Nə qədər desək də ki, şəhərdə belə qəşəng binalar var, amma o binalar tikən Çar Rusiyasının vaxtındakı milyonçuların Polşalı, Polyak, İtalyan, Yahudi və ya erməni əsilli memarları idi. Digər hallarda isə yeni binalar hamısı ya Dubaydan, ya New Yorkdan, ən yaxşı halda Moskvadan kopyalanmış və ya çox eybəcər formada tikilmişləridir ki, bizi aqressiv mühit edir. Məsələn üçün memarlıqda hündür tavan daha yaxşıdır, amma tavanlar aşağı düşdükcə orada boşanma ehtimalları da artır. Əgər belə deyək, çılçıraqlar divarlardadırlarsa, o evdə daha az dava var. Yuxarıdadırsa, onun daha çox dava etmək ehtimalınız artır da. Məsələn, İsveç, Danimarka, Neyromemarlıq. Bəli, İsveç, Danimarka baxırsınız, künclərdə bir tarşer qoyarlar, bir kozi, bir əhval-ruhiyyə yaradarlar axşama doğru, çünki insanlar yatmağa or gedir, melatonin ifraz olunmalıdır və s. Amma o biz söhbətimizin əvvəlinə gələndə elə məsələnin də kökdə odur da. Yəni məsələn qaçdığın zaman nə edirsən? Qulaqlıq olur. Heç kimi görmürsən və sadəcə qaçırsan və heç kim sənə şeyləmir. Müdaxilə etmək istəmir. Amma qaçmaqla bağlı mənim çox maraqlı bir hekayəm var. Sən qaçıram. Gedirəm də, bilmirəm, arxadan nəsə hənirti var da, nəsə maşın.
Görün də maşın deyir. Qoş belə. Qoş hara gəlirsən? Aparım səni. Yəni qaçıram. Qaçıram da deyə o elə bilir ki, indi Tural harasa tələsir. Qaça tələsir də. Yəni bir yaxşı özü şortikdə əlində idman qazı. İdman o butulkası su içmək üçün və s. Yəni bir yaxşılıq etmək istəyir. Təbii ki, niyyəti yaxşıdır, amma yerində deyil bu məsələlər. Siz öz elə belə sual vermədim də, səssizlik adamı qorxudur. Həqiqətən də təxmini 5 dəqiqədən sonra edilmiş testin nəticəsidir. 5 dəqiqədən sonra beyin səni narahat eləməyə başlayır. Bir zaman KGB-nin metodologiyası var. 30 dəqiqə bir otaqda tam sakit otura bilirsən. 27-ci dəqiqədən sonra beynin artıq fərqli bir sistemə çevrilir. Restart olur, belə deyək də. Sıfırlanır və sən artıq ana ayarlarına qayıtmış bir beyinlə qərar vermiş olursan. Bu dağların verdiyi səssizlik və siz gəlirsiniz Bakıya, içərisində böyle bir küy və səs var. Özünüz istədim. Nə bilim, podkasta gelirsiniz, foruma gelirsiniz, kongresə gelirsiniz, nə bilim, dərdi olan Axşam Fatih sual verir. Daha nə bilim, sonra Suğran dərdini dinləyirsiniz, Əhməd gəlir, başqa öz dərdini danışır. Müəyyən insanlar var ki, onlar sadəcə götürürlər öz çantalarını, gedirlər, səssiz bir yerdə yaşayırlar. Siz niyə elə eləmirsiniz? Çox gözəl sualdır. Niyə elə emirəm? Çünki onun zamanı hələ çatmayıbdı. Onun zamanı çatanda mən düşünmürəm ki, mən bir ömür boyu bu səs-küyün içində yaşayacağam. Mən heç bilmirəm nə qədər yaşayacağam. Amma hiss edirəm ki, nə qədər yaşayacağamsa, onun son qədərini mən çox güman ki, səssizlik və sülh dolu bir yerdə düşünürəm. Hiss edirəm. Bəlkə də düşünürəm, dediyiniz kimi, bəlkə də romantikləşdirəm, indi bilmirəm də, yəni buna da çox şey demək olar, amma mən düşünmürəm ki, mən bir ömür boyu Bakı şəhərində yaşayacağam ki, heç mən həftənin 3 günü, 4 günü demək olar ki, hələ bu halımda, hələ bu yaşımda belə yaşaya bilmirəm. Qaçıram, gedirəm sakitliyə. Bu deməkdir ki, indi məni bura bağlayan övladlardır, onların dərsləridir, məktəbləridir, işlərdir və s. Bir görevdir də, yəni bunu da bitirəndən sonra yəqin ki, o mərhələ başlayacaq və mən o mərhələyə keçəcəm. İndi siz danışa-danışa mənə də nə gəlir? Deyirsiniz ki, bu qaçanda nələr baş verir, dağa da çıxanda və s. Demək, qaçanda, məsələn, qaçmaq mən heç sevmirəm. Heç sevmirəm, amma qaçıram. Okay. Dağa hazırlaşanda daha tez-tez qaçıram. Deyək ki, həftədə 3 dəfə, belə həftədə 1 dəfə dostlarım o da məni Kedavaya getdiyi qaçmağa və s. Amma Bakıda, Azərbaycanda nə ki qaçmaq eventi var, hamısına qoşuluram. Özümü durğuzuram ayağa, deyirəm ki, bala gedəcəksən, qaçacaqsan və s. Mən qaçmağı sevirəm, amma qaçmaqdan sonraki duyğunu sevirəm. Niyə? Ona görə ki, bax siz həftə boyu, bax dediyiniz kimi onun dərdini dinləyirik, buna yol göstəririk, ondan danışırıq, orada çıxış edirik, bunda müzakirə edirik, evdə o ana deyir, orada filan kəs səni çağırır və s. və s. Bunların hamısını yığırıq. Qaçanda axı əziyyətdir, axı zəhmətdir. Sən təpədən dırnağa qədər əziyyət içindəsən. Heç kəs deyə bilməz ki, qaçmaq mənim üçün bilirsiniz nədir? Su içməkdir. Yox, belə bir şey yoxdur. Heç kəs deyə bilməz ki, yox, bu belə bir şey deyil. Bədən əziyyət çəkir. Marafonda şəkil çəkdirəndə. Bu, yox, mən də çəkdirirəm, mən də gülürəm. İndi hamı da baxır deyir ki, bu indi qaçmağın nə idi? Çox istəyirəm. İndi Bəhramın yenə xəstəsinə deyəcək. Məni sənə şikayət eləyəcək. Bəhram Bakı maratonun siması deyir. Gəlir, məndən 5 qətə. Hə, indi onu bilmirəm daha. İndi onu Bəhram bilərsiz. Yox, Əli bilər. Əli mən. Bəhram çox istəyirəm. Amma maratonu da daha fit eləmək olar da. Hamının məncə bir Yox, elə marafonçularımız var ki, çox güclü marafonçulardır və dünyanın çox yerdə marafonlar eləyiblər. Yaxşı da qarınları var, yaxşı da belə ətli canlı adamlardılar. Nə olsun? Nə olsun? Yəni mən heç marafon qaçmaqda hələ ki say olaraq onlara çata bilmirəm. Nə olsun ki, ətlidirlər, qanlıdırlar, valla canları da var. Bizə gələn kabablıqdılar. Bizə gələn Əli bəy, alpinistlərə həmişə bir sual verəndə ki, əvvəllər məsələn Everestə getmək üçün adama nə lazımdır? Everestə getmək üçün adama nə lazımdır? Biz də
gözləyirdi ki, onlar bizə cavab versinlər ki, belə fit olmalısan, belə olmalısan, elə olmalısan. O da götürürdü belə, göstərirdi, belə deyirdi, bax bu ət yoxdursa, Everesti unut. Mən də onda belə çək eləmişdim, yoxlamışdım. Deyirdim, ay Allah, mən elə nə etməliyəm? Everestə getmədən öncə biraz kilo yığmalıyam ki, orada mənim köməyimə çatsın. Yox, elə deyil, yəni. Bu demək deyil, kimsə köksə, kimisə qarnı varsa nəsə eləyə bilməz. Onlar da artıqlaması ilə çox şey eləyə bilərlər. Qaçmağa gəlib çıxıram bir də dağ məsələsinə. Ondan sonraki proses bizə ləzzət eləyir. Ləzzət eləyir. Niyə? Çünki bütün yığdıqlarımızı harda release eləyirik, harda bizi tərk eləyir, gedir. Bax o ki, zəhmət çəkirik fiziki cəhətdən, hətta mental olaraq da əziyyət çəkir. Bu nə zülmdür. Mən hələ baxırsan sadə, hələ mən yenə də qaçacağam. Hələ neçə kilometrim var mənim və gəlib o finişə çatanda sadəcə olaraq bədəndə olan o yığdıqlarımız nədirsə, adını qoyub və qoya bilmədiklərimiz hamısı bizdən sanki belə də o vulkan yığılır və belə püskürür. Ondan sonra sakit bir dağ görürsən uzaqdan. Eyni bir şey bizim bədənimizdə baş verir. Dağ da belə uzun yoldur. Məsələn, Everestdən sonra o deyir sizə 27-ci gündən sonra deyirdim ilahi biri danışsa səs eşitsək. Özümə hərdən bir pıçıldayırdım ki, bir insan səsi eşidim. Yəni danışım da mən özümdən. Mənim şerpam bilmirəm 6000-də, 7000-də dedi ki, Vəfa, olar mən bir siqaret çəkim. Dedim ki, çək, heç bir problem yoxdur. O siqareti çəkdi, kənarda çəkirdi. Siqaretin qoxusu gəldi. Mən belə qoxunu özümə verdim. Dedim, bura yaxın dur ki, mən onun qoxusunu hiss eləyim. Yəni qoxu yoxdur, buzlaq, soyuq, nə qoxu var, nə səs var, nə danışan var. Və doğrudan da onda bədən artıq o tam sıfıra enirsən. Yəni tam yenidən restart olursan. Everestdən gələndən sonra mən çox şey xatırlamırdım. Çox belə söhbət edirdim, deyirdim görəsən mən bunu demişəm. Və yaxud da danışırdım, başa düşmürdüm ki, mən nə danışırdım. Dilimə gətirdiyim sözdən söhbətləri indi mən hələ başlamışam dinləyib və anlamağa ki, mən Everestdən gələndən sonra nələr danışmışam və necə olubdu. Doğrudan da sıfırlanırsan və bədənin buna ehtiyacı var nədir? Yəni sən bir kərə bunu təcrübə edəndən sonra o yığılanı başqa cür necə realize eləyəcəyini bilmirsən, necə ondan qurtulacağını bilmirsən və dağdır, qaçmaqdır və bu fiziki məşqlər insana çox kömək eləyir. Bəs Nepal? Düz Himalayın yanında yaşayırlar. Amma həyat səviyyələri çox yuxarı deyil. Düz. Bəlkə də onları elə sadəcə Himalayda olan turizm, gündəlik həyatlarını təmin etmək üçündür. İndiki hakimiyyətlərini bilmirəm, amma köhnə hakimiyyətləri daha çox korrupsiya və əhalinin iqtisadi vəziyyətini çox pisləşdirməsi ilə məşhur idi ki, insan belə Z əlinin bəyənmədiyi Z nəsli onu devirdi. Bununla bağlı bir neçə dəfə bizim podkastlarda söhbət olub. Müxtəlif xalqlar və onların xoşbəxtlik dərəcələri. Yaponlar, Koreyalılar, Hindlilər, Çinlilər, Taylandlılar, Filippinlilər. Sən Taylandda olmusan. Taylandlıların xoşbəxtlik dərəcəsi nə idi? Onlar nədən xoşbəxtdir? Çox yuxarı. Çox yuxarı. Yəni həyat səviyyələri yüksəkdir. Ən xoşbəxt olmayan hissəsi mən indi orada 25 gün gəzdikdə, 22 gün. Güləri üz olmayan yeganə yeri müsəlman məhəlləsi idi və ən çirkli məhəlləsi. Koreyada da ən çirkli məhəllə idi. Müsəlmanların yaşadığı o kiçik bir hissəsi idi. Amma belə ümumi zəngin deyirlər, rifahda deyirlər, amma çox yaxşı həm də yatızdırılıblar o dini şeylərlə ki, önümüzdəki həyatında Cəm Yılmaz demiş, kralsın. Bəs Nepalda xoşbəxtlik meyarı nədir? Yəqin gidlərin arasında o Nepallılar olurlar da, onlar da necəsə qalxıblar, düşüblər. Onlar səfərimin sözlərini deyəsən oksigen balonu yoxdur ya, varsa da var oksigen balonundan çıxırlar. Onların xoşbəxtlik meyarları nədir? Nepallılar nədən xoşbəxtdirlər? Mənim gördüyüm, yəqin ki mən elə bir mövzu ilə getmişdim ki, ancaq o mövzunu müşahidə edə bilirdim, dağ mövzusuydu və mənim gördüyüm orada yeganə bir şey vardı, pul. Sən mənə pul ver, mən xoşbəxt olum. Nə qədər çox ödəsən, bir o qədər xoşbəxt olaram. Nə qədər çox gəlirim olsa, bir o qədər də mən yaxşı özümü hiss eləyərəm. Yəni salam deyirsən, salamdan sonra məsələn sən ona pulun ucunu göstərsən ki, mənə bu yaxşılıq elə, nə bilim filan şeyin yerini göstər. Bu avadanlığı hardan ala bilərəm? Burada bir şəklimi çəkə bilərsənmi? Koreya və Yaponiya açıqcası bütün Asiyanı bundan xilas etmək olar. Pul.
Yəni dağ mövzusunda pul, digər mövzularda bilmirəm. Yəni onların içində biraz da yaşasam, biraz da onları öyrənsəm, təcrübə etsəm, baxardım bəlkə bu insanlar başqa nədənsə xoşbəxt ola bilirlər, amma onların dediyimiz kimi, yəni yaşam səviyyəsi o qədər aşağıdır ki, onları puldan başqa düşündük bir şey yox və onları mənim gördüyüm ondan başqa bir şeyə yəni xoşbəxt olmurdular. Yenə deyirəm, mənim mövzum bu mövzu idi deyə. Pul tanrını belə unutdurur onlara ki, yəni hər şey okey, amma pulum yoxdursa artıq. O Sokratın məşhur sözü var, deyir ki, maddi cəhətdən təmin olunmamış insanlar üçün həyatın gözəllikləri qavranılmazdı. Razıyam. Everestdən düşdünüz aşağı. Düşdüm. Belə Ayağım torpağa dəydi. Belə yaxınlaşsaydım sizə, elə ordaca desəydim ki, mənə bir şey öyrədin, nə öyrədərsiniz? Kövrəldim, həmin yadıma düşdü. Nə öyrədərdim? Təzəlində ilgili. Pişik də quzandı. Mən deyərdim ki, orada ən vacib, sənin üçün ən vacib nədir? Ancaq onu dilinə gətir, ondan başqa heç nə danışma. Duygusal veriliş oldu. Axırıncı dəfə 3 il əvvəl Parla bizdə qonaq olanda Theta Healinglə bağlı. Bu şey bu Theta Healinglə bağlı gəlmişdi və təsəvvür edin ki, biz sonradan verilişə baxırıq. Verilişin 45 dəqiqəsi yox idi. O bizi yatızdı. 1-2 də sual verirdi. Mən sonra onu tutdum söhbəti. Yəni verilişə bir də baxanlar, məsələn Turala deyir ki, siz belə hiss eləyirsiniz, hə? Başı ilə təsdiqlə Turalda, hə? Oradan sonra yox. Cibimizə soru bank hesabım, kartım filandı. Maşın açarları da verib gedirsən. Yəni deyərdim ki, ən vacibi nədirsə, ancaq onu de. Ondan savayı sözünə söz istifadə eləmə, enerjini boşuna xərcləmə lazım deyil, inan mənə. Bəs ora qalxanda nəyi başa düşdünüz? Yəni qalxdınız ora, dediniz ki, tam zirvədə, hə? Hə, də tam zirvədə də. Yəni oturdunuz zirvədə, baxırsınız ki, sizdən yuxarı yalnız Allahdır. Aşağıda isə 135 min adamlar yaşayırlar. Bunlar hərəsi öz həyatlarını yaşayırlar. Siz nəyi başa düşdünüz? Mənim başa düşməyim deyəndə ki, mən ora çatanda yenə deyirəm ki, baxdım ki, diz çökmüşəm də, yəni birbaşa o zirvədə qucaqlamışam onu. Everesti qucaqlamışam və sanki Everestin qulağına dedim ki, gəldim, çatdım da. Bu yenə də romantik səslənir, mən başa düşürəm. Mən də çalışıram ki, çox şeyləri real yanaşım və romantikləşdirməyim. Çünki romantikləşdirdiyimiz hər şeydə yanırıq. Yandırır bizi. Yanmamaq üçün hər şeyə real baxıram, amma baş verən buydu da, yəni bundan başqa bir şey baş vermədiyi üçün elə bunu deməli olacam ki, əlim ayağım yəni yerlə bir oldum, sanki səcdə elədim və onun qulağına dedim ki, gəldim, çatdım, çox sağ ol, mənə çağırdı. Bəs həyat sizə nə başa saldı orada? Həyat mənə başa saldı ki, mən orada başa düşdüm ki, ilahi, mən nə qədər balacayam, mən nə qədər zərrəyəm, mən nə qədər heçəm, yəni mən yəni heçəm deyəndə elə mənada heç yox da, yəni ki, mən sadəcə olaraq bu kainatın bir zərrəsiyəm də, var, hal-hazırda varam və mən buradayam. Burada olmalıyam deyə buradayam. Yəni keçirdiyim duyğu birə-bir bu oldu və orada şükran duyğusu gəldi. Çox qalmırsan onsuz da o hündürlükdə. Qürur duyğusu gəldi. Azərbaycan bayrağını görəndə tamamilə başqa bir duyğu gəldi. Mən elə bilirdim ki, fiziki cəhətdən çıxmışam, zirvəni etmişəm, vaxt azdır, bayrağımı çıxardıram. Bayrağı görəndə heç bir zaman, bax burada məktəbə gedirik, orada bayraq görürük, iş yerimizdə bayraq var, hər yerdə bayraq var da. Keçirmədiyim bir duyğunu keçirirəm ki, bayraq və mən orada anlayıram ki, əslində kimliyimi, mənsubiyyətimi, hardan gəldiyimi, hansı, belə deyim də, bu bayrağı gətirərək bura nə demək istədiyimi və s. Bax, bu anlayışlar gəldi və eyni zamanda təşəkkür duyğusu gəldi ki, vardım da, çatdım mən bura çatdım, mən bura vardım. Bu nə idisə məni bura çağıran, bu nə hiss idisə, nə duyğu idisə, mən bura vardım, mən bura çatdım. Amma məsələ burasındadır ki, mən elə bilirdim ki, Everest ondan bitəcəkdir, amma Everestin elə bir ki, birinci fəsli
keçdi. İndi 2-ci, 3-cü fəslidir və enmişəm aşağı və başa düşürəm ki, Everest çox fəsillərdən ibarətdir. Və indi bax burada mən var gəl eləyirəm, özümə rahatlıq tapa bilmirəm ki, bu 2-ci, 3-cü fəsli işləməliyəm, necə olmalıdır, necə getməlidir. Bunun üçün də həyata biraz daha diqqətli dinləmək lazımdır, öz adıma danışıram. Bir dağçı hekayələrdən biri Everestin ram olması ilə bağlı. Himalaya onun bir tərəfi də var ki, o tam düppədüzdür, divar kimidir və ora səhv etmirəmsə 2 alman qardaş qalxmağa cəhd ediblər. Biri elə yoldaca ölüb, digəri isə qalxmağa cəhd edib. Bu bir çağırışdır da. Mən Everestə bu tərəfdən qalxacağam. Siz hamınız qalxırsınız belə kəmərlə falan. Mən nə bilim, ancaq bir dənə kəmərlə qalxacağam. Nə bilim, kəmərsiz qalxacağam. Nə bilim, biri deyir ki, mən oksigen balonsuz qalxacağam. Və orada da çoxlu sayda dağçılarla siz söhbət edirsiniz də. Sizin ora getmə hekayəniz var, bir də onların ora gəlmə hekayəsi var. Yəni onları ora itən hekayələr nədir? Məsələn, sizə danışılan, hərə öz həyat hekayəsini danışanda, biraz da coaching texnikanızı işə salıb onlardan bu məlumatı alanda. Adamlar niyə belə eləyirlər? Onları ora gətirən hekayələrin, maraqlı hekayələrin səbəbi nədir? Nə axtarırlar? Müxtəlif hekayələrlə mən bu yolculuqda qarşılaşdım. Çox söhbət elədiklərimdən biri Əlcəzair alpinisti idi. O sadəcə olaraq bir dəfə gəlibdi. Dağ görməyib. Dağ görməyibdi. Görməyibdi doğrudan da. O gəlib Lhots edib, Lhots zirvəsini edib, dünyanın 4-cü hündür zirvəsini. Bu dəfə mən onunla rastlaşanda dedi ki, bu dəfə də mən Everest üçün gəlmişəm. Məndə də onda Lhots haqqında da düşünürdüm, eyni zamanda 2 zirvəni eləməyi. Mən onda ona baxdım, o dediyiniz belə, yenə də ətli qanlı belə bir igid idi. Baxdım, fikirləşdim ki, bu adam 2 zirvəyə fərqli vaxtlarda gəlibdi də. Fikirləşibdi ki, 2 zirvəni eyni anda etmək risklidir. Bəs mən nə üçün özümə artıq soru-sual edirdim ki, mənimsə ağlımdan belə bir şey keçir, düşünürəm mən bunu. Görəsən bu edə bilmirsən, mən bunu eləyərəm, yəni edə bilərəm. Məsələn, o gəlmişdi ki, birinci olsun. Everest'i Lhotsa etmişdi, birinci olmuşdu. İndi gəlmişdi Everest zirvəsində edib birinci olmağa. Bəziləri gəlmişdi orada rekord qırmağa. Birinci Əlcəzairli olmaq. Bəli, birinci olmaq. Azərbaycanda kişi var ora çıxan. Var. Bəli, İsrafil Aşurlu və digər adlar da var. Azərbaycan kişisi və onda indi çıxsaq bir şey titulu yoxdur, hə? Biz çıxsaq. 11-ci Azərbaycan. Gəl orada bir dənə şey tapasan da. İlk podkast. Bilirsiniz, o qədər mövzu var ki, tapmalı. O qədər mövzu var ki, yəni burada təkcə birinciliklə əlaqəli deyil də. Yəni o qədər mövzular var, o qədər orijinal mövzular var və kreativ insanlarsınız, sizin üçün yəni bu bitməz tükənməz. Yəni 11-ci deyil də başqa bir fərqli anına gedə bilərsiniz. Və bəzi insanlar vardı ki, məsələn üçün Tayvandan gəlmişdilər. Baxdım ki, bunlar çox yaşlı qrupdular da, yəni yaşlı nəslin adamlarıdır. Amma bunların qrup rəhbəri çox cavan gənc bir xanımdır. Onların çox yaxşı pulları var idi və düşünüblər ki, getsinlər təcrübə eləsinlər. Biri jurnalist idi, nə bilim, gəlib təcrübə eləyib yazı yazmaq istəyir. Birinin çoxlu pulu var, gəlib təcrübə eləyib baxmaq istəyir. Onlar hamısı yoldan qayıtdılar. Onlar heç kumbunu da keçmədilər. Elə gələn kimi birinci yola saldım, uğur dilədim. 3 saatdan sonra bir də gördüm ki, adamlar geri qayıdıbdı. Əşyalarını adaptörüm qalıb yəni. Əşyalarını da hədiyyə elədilər. Hamıya da verdilər ki, biz gedirik bir daha dönməmək şərti ilə. Adamlar da var gəlib, nə bilim, öz rekordla öz də gedəndə deyir ki, mən gedirəm və bir daha dönməyəcəm. Bu tərəfə gedir, deyirəm, qapı burdan deyir. çadırın qapısı burdan deyir. Burdandır. Görürsən ki, çadırın qapısını da tapa bilmir də. Yəni o dərəcədə çaşqınlıq içindədir ki, o oranı başqa cür düşünüb də təsəvvür eləyibdi və yolda başa düşübdü ki, bu zarafat deyil. Yəni bu mənim çoxlu pulum var, mənim yanımda şerpam var, oksigenim var, helikopter göydən belə gələcək məsələsi deyil. Sən o yolu özün gedirsən, özün keçməlisən. O buzlağı da özün keçəcəksən, çatları da özün keçəcəksən, divarı da özün dırmaşacaqsan, oksigen balonu da özün daşıyacaqsan. Yəni bunu sən edəcəksən. Sən o çadırda özün yatacaqsan, yata bilirsənsə özün duracaqsan. Mənim Bakıdan bir də Bakıya geri dönməyim total 35 gün əhatə edir. Bəs dağa dırmanma? Dağa dırmanma
mən Lhotsuda etdiyim üçün maksimum deyirəm də, indi belə gərək oturum onu düşünüm. Hardasa 7-8 günü əhatə edir. 5003-dən 2 zirvəni eləmək və 5003-ə geri qayıtmaq. Yəni bunların hamısını özün edəcəksən, fərqinə varır və yolun ortasından deyir ki, tamam o filmlərdəki kimi deyilmiş hər şey. Onunla da geri qayıdır. 35 gün heç kim demədi bala hardasan? Yox, çünki mən 35 günə Yox, çünki onlar bilirdilər ki, o bala hardadır, ona görə də. Amma telefonla danışa bilmirdiniz də çünki. Telefonla danışmaq deyəndə mən bunu bir çox yerdə vurğulamışam, burada da vurğulamaq istəyirəm. Bundan öncə mən dağ təcrübələrimdə həmişə evlə əlaqə saxlayırdım və bir qadın olaraq, bir ana olaraq mən çox təsirlənirdim evdən gələn mesajlardan ki, ay uşaq belə yemədi, uşaq ana dedi, uşaq baxdı dedi, anam hardadır və s. və bu səni zirvəyə getməkdən çox soyuda bilər. Bunu dəfələrlə gizli manipulyasiyadır. Hə, ola da bilər. Və mən bunu təcrübə elədiyim üçün təcrübə eləyirəm də, sonra yadımdan çıxır ki, mən nə öyrənmişəm də dağda. Bu da var axı. Bu dəfə dedim ki, bunu unutmayacağam. Everestə getmədən öncə dedim ki, yəni əlaqə sıfır. Mən sizə gündə bir ürək işarəsi göndərəcəm. Bununla siz biləcəksiniz ki, mən yaxşıyam. Ürəyim döyünür. Ürəyim döyünür. Mənə sual verməyin. Vəfa, hardasan, necəsən, nə yedin, nə içdin, necə oldun? Mənə heç bir sual verməyin. Çünki Everestdə mənim bir işim var. O da Everest. Mənim ondan başqa düşünəcəyim, ondan başqa gözəl. Ondan başqa həmən anda düşünmək istədiyim ikinci bir insan, nəsnə, subyekt, obyekt heç bir şey yox idi. Hər şey bağlamışdım və düşünürdüm ki, bu gün mən burada Everestçiyəm. Vəssalam. Və xanım yazacaqsınız bunları bir kitab halına gətirəcəksiniz. Sponsor tapsam çıxacaq işıq üzrə inşallah. Bunlar yazılmadan olmaz ki, bunlar yazılmadan olmaz. Kitab halına gəlməlidir. Bunlar yazılmadan olmaz. Çünki məsələn onların geri qayıtması məsələsi var da. Deyirsiniz geri qayıtdı. O sadəcə müəyyən bir müddət gedəndən sonra çox güman ki başa düşüb ki, Tayvanda gördüyü rahatlıq ki var. Təbii ki. Filippinli daya var, nə bilim, Hindistanlı baxçı var, nə bilim, paltarını yuyan, falan eləyən var. O başa düşüb ki, öz yükünü özü daşıya bilməyəcək. Çünki bütün həyatı boyu o yükü başqalarının çiyinlərinə qoyub özü rahat həyatını yaşayıb. Rahat deyirik, amma zəhmətlə qazanıb. Yəni orada adamın qazancını şübhə altına salmaq istəmirəm. Amma müəyyən bir yol var da, siz o eyni şey idman zalına getdiyiniz zaman olur ki, sən bu yükü özün qaldıracaqsan, o çiynində squat'ı özün eləyəcəksən. Müəllim gəlib çiynini qoymayacaq ki, mən sənin yerini eləyərəm və sənin ayaqların düzəlməyəcək də. Yəni əzələli olmayacaq. Bəs orada əlinin sözünə qüvvət olaraq bir deyirsə sponsor olsa, mənim hər zaman bu mövzuda bir şey vardı. Yəni bunu yazırsınız, tutaq ki, bir məqalə şəklində, daha sonra bir kitaba cəmləyib kitab halında etmək sizcə daha doğru olmazmı? Bu məqalələr, danışdığım bütün bu hekayələri birə-bir yazmışam, yazılı şəkildədir və indi də sizlərin köməyi ilə danışdıqca, o detallara getdikcə, o sual veriləndə də hər dəfə yeni bir detal açılır. Hansı ki, mənim üçün sadəcə olaraq o baş veribdir, amma bəzən insanlar elə yerdən elə suallar verirlər ki, və sən başa düşürsən ki, hə, əslində sən nələr yaşamısan və görmüsən. Onlar hamısı yazılıb. Bir kitab halında deyil, yəni məqalə şəklində yazılıb və var. Amma düşünürəm ki, o kitab halında olmalıdır. Məqalə kimi də indi bəzən öz hisslərimi, duyğularımı, bu danışdıqlarımı da yazıram bir post şəklində, getdiyim yerlərdə də söhbət edirəm və s. amma yəni bunlar yazılı şəkildə var və davamı gəlməkdədir. Danışdıqca yenə deyirəm. Everest bir kitab deyil, doğrudan da Everest bir kitab deyil. Bəzən deyirlər ki, getdin də indi nə olsun ki? Mən bu qədər danışıram, görürəm ki, bu bitmir. Everestdən gələn dərslər bitmir. Yəni söhbət vəfa deyil, Nə var ki orada? O indi onların başa düşdüyüm mistiklərini Nepal, Budizmdən, o bir tərəfdən Tibet üçün, Hindistan üçün ora bir mistik bir yerdir. Amma nə var orada? Nə var dağda? O qədər şey var ki. Çox şey var.
Yenə ağlayacağam, qalacaqsınız belə. Təşəkkür edirik gəldiyinizə görə. Təşəkkür edirəm. Maraqlı idi sizinlə söhbət eləmək. Çox sağ olun. Və dağçılara adətən nə arzu edirlər? Yeni zirvələr. Yəqin ki elə olar. Yəni fəth etmədiyiniz zirvə qalmasın. Təşəkkür edirik. Mən təşəkkür edirəm. Çox sağ olun, minnətdaram. Xoş idi mənə. Görüşərik. Qismət olsa. Sağ olun.